6-7 nəfərdik, oturmuşuq belə. Söhbət bax, belə musiqidən düşür, hələ öz fikrini deyir. Nəysə, birdən də biri qayıtdı ki, şeydir. İbrahimdən söhbət düşdü. İbrahim vətər oxumağından elə bir uşaqlar dedilər ki, yəni ki, İbrahim böyük sənətkar. İbrahim həqiqətən böyük sənətkardır. Həm aktyor kimi, həm nəsə ola, nəsə içimizdən biri qayıtdı ki, ondan elə zəhləm gedir. İbrahimlə. İbrahim Tatlıses'dir. Deyil, onunla elə zəhləm gedir. Dedim ki, sən ümumiyyətcə İbrahimlə belə bir təmasız adın olub, belə görüşmüsən. Yox, hiç vaxt. Ben niye zəhlə gedim? Bu nətər olsun, sən onunla zəhlə gedir. Ben ona cavab ona deyərdim ki, yox, İbrahim ürəyə gedir səndən ötürü. Tüm güzel şəkillər. Elə insanlar da var. İbrahim nə lazım? Elə insanlar da var. Şimdi səni tanınmadıysa ona zəhləm gedir. Zəhləm gedir də. Amin deyir ki, İbrahim bütün güzel şəkillər. Like edin. Neyinə lazım İbrahim işinizi tutar. Bir gün üstə banalı bir şey danışım sizə. Sizə o zəhləm gedir məsələsi. Türkiye'de, daha demem hardayım, mesela sonrası biri dediler ki akşam burada Alişan okuyacak. Ben de onun bir mansı var. İkimiz evde o takılmış o mahnıya. Dedim ki orada bir Azerbaycan dostum da dedim ki bunu ne tanışıyla Alişan'la. Akşam burada konsert okuyacağız. Ben de onu sordum da istirahette. Belki imkan oldu ben de bir parodiyası neyse bir şeyler. Şimdi Azerbaycan öz masıdır bu. Aktör ondan qabaqda bir sahne kurmuştuk orada. Alişan köməkçi gəl ki, abi tamam akşam bizdə gəl, konserə gəl falan falan. Boynumun asma bir dənə pabuçku verdi, bəcik belə asma boynumu. Oxumadım açıq, nədir? Akşam hamı yaymışam, bütün otel, yaxşı bir ki, mən akşam gəl səhnədə nəsə eləyəcəm. Hamı deyir ki, Azərbaycanlar var, akşam qaqam göl ağaracaqsa. Akşam düşdü, Alişan, səhnə işıqlar yandı. Orada bıraxırlar, konsertin o səhnə arxasına yol bırak. Axırlarına gəldim ki, Alişan benim. Dedi abi atın adam dışarı. Çölə tuluyun diye bağırdım. Dedim ben ya ben dedi abi buranın süpüren yoktu. Hadime saati ben kalsın bir tane sonra gelersin. Ben dedi.